Dostlar, yine sizler üçün deyirəm, keçmə deməyin, yine bu gəldi, nə bilim, baxın nə deyirəm. Dünyada artıq o dönəm gəldi, hansı dönəm? Son zamanların ən çox zəlzələləri, son 100 ilin, 150-200 ilin zəlzələləri olacaq, yox yaradacaq bir dönəm. Çünkü dünyada insan azaltmağın yollardan biri de budur. Ardıqba Venezuela oldu diye bunu danışmıram. Ben bunu Venezuela'dan əvvəl, Türkiye zəlzələlərdən əvvəl demiş biriyəm. Dünyanın her yerinde o kadar zəlzələləri çoxaldacaqlar ki, hərbi avadanlıqlarıyla. İndi mən belə düşünürəm də. Dünyanın her bir ölkədə artıq zəlzələləri olacaq. O dönem gələndə artıq hər kəs zəlzələdən danışacaq. Bir insan yattığı yerde zəlzələ olur, hündür binalarda, nə bilim nələrdə bir şeyler olur, başlayır. Yani onu yaşamaması için başka ülkelerde zəlzələlər olduqca bir çox ölkələrdə herkes bundan danışmağa başlayacak. Ama bizim milletimiz, insanlarımız başka ülkelerde de yaşayır diye, oradakilərə də deyirəm. Dünyanın çeşitli bölgelerinde əsasən də zəlzələyə ehtimal olan əvər yerlərdən başlayacaqlar. Sonra da başka ülkelerde. Sonra da ad koyacaklar ki yer səmtimdən çıxdı, nə bilim nə. Bunlar hərbi avadanlıqları, gəmilərlə, hər nə ilənsə bunlar edəcək diye düşünürəm. Demiştim her zaman. Tekrar ona göre edirəm ki, mənim əzizlərim bilir, qoy siz də bilsin. Məni izləyicilərim bilsin, əsas məni izləyənlər. Vaxt aşarı son 100-150 il, 200 ilin işitmədiyiniz qədər olmadığı şeyler, düzdür, təbii fəlakətlər, zəlzələlər hər zaman olur da, amma mənim demək istədiyim odur ki, bu zəlzələləri ardıcıl olarak sanki dünyada professorlar indi danışmasa da sonra bunlardan danışacaq ki, yerdə nəsə baş verindi, onun adı elmi cəhətdən qoyacaqlar da nəsə. Deyəcəklər ki, nə bilim, necə izah edeyim, yer səmtimdən çıxdı mı deyim, yerin nəyəsə toqquşdu mu deyim, yerin nə bilim tez sürətlənir mi deyim, nəsə ad qoyaraq insanlara inandıracaqlar ki, buna görə zəlzələlər çox olur. Güya yer yerindən oynayır deyəcək. Bunun səbəbi göstərəcək hansısa ad qoyaraq. Güya nə bilim ona elmi adamlar gözəl bilir, tez fırlanır, yoxsa qazlar çox olur. Bu kimi adlar qoyacaq. Əslində bunu hərbi avadanlıqları ilə edəcəklər. Çünki insan azaltmağın da ən çox şəhərlərin çökülməyi də, ən çox xaos yaratmağı, insanları bu şeyləri örgəşdirməyin ən çox bir şeylərdəndir, silahlardan biri də odur ki, zəlzələlər, gözə görünməyən ölümlərdir, qəflətən gətirirlər. Dünyanın hər yerində bunları baş verəndən sonra təbii ki, Azərbaycanı da bunu gətirərlər. Allah qorusun bizi Azərbaycanımız. Amma mən sizə deyim, dünyada bunlar olanda zaten bunlar bu barədə bizdə də danışmağa başlayacaqlar. Allah sizi qorusun, sağ olun.